Edərş platformasının təsis etdiyi Şantövemizin dəstək verdiyi PHP proqramlama dərsləri təməl səviyyə davam eləyir. Keçən dərsdə biz lokalhostu hazırlamışdıq və artıq işləyirdi. Bu dərs artıq kod yazmağa başlayaq. Kod nədir, necə qurulur, HTML kodu nədir, içinə necə yazılır, bu məsələləri danışacağıq. Mən istifadə eləyəcəyim editorlar və detallar haqqında məlumat verim. Gördüyümüz kimi index PHP faylını yaratmışıq artıq. Serverimiz işləyir, işlək vəziyyətdədir. Mənim istifadə eləyəcəyim kod editoru VS Code'dur. Adətən PHP dərslərində gördüyümüz başqa bir editor var. Sublime Text. Onun da linkini eders.com-dan bu dərsin linkləri bölümündən əldə edə bilərsiniz. Bu dərs pulsuzdur təbii olaraq orada da. Oradan yükləyə bilərsiniz. Onun yerinə hətta Atom da istifadə edə bilərsiniz. Ancaq mən bu dərs üçün VS Code istifadə edəcəm. Visual Studio Code. Bunun 2 versiyası var. Göy olanı yükləməyinizi, yəni loqosu bu olan göy olanı yükləməyinizi, bənövşə olanı yükləməməyinizi tövsiyə edirəm. Gördüyünüz kimi mən gəldim, təzə faylı qovluğu aç dedim. Mənim qovluğum buradadır. Siz www qovluğunu açasınız. Index PHP faylını açdım və içi boşdur gördüyünüz kimi. Böyüdürəm. Sizin görməyiniz, rahat görməyiniz üçün biraz daha böyüdürəm. PHP kodu yazmaqdan ötürü biz faylın içinə PHP yazısı ilə başlayan və sual PHP yazısı ilə başlayan bir taq açmalıyıq. Bu taqın içində yazdığımız hər hansı bir kod PHP kodu sayılır. Buna misal olaraq echo kodunu istifadə edirəm. Kod edələrin bir ənənəsi olaraq hər hansı bir proqramlama dilinə başlayanda salam dünya yazısını ekrana çıxartmağa çalışıram. Faylı save elədim. Hətta bunu bu formada göstərim. Fayl buradan kaydet ya da ki Ctrl S, Command S düymələri vasitəsilə save eləyirik. Save olunduğu buradan bəllidir. Save olmayanda bura nöqtə olaraq görünür. Save eləyəndə bu formada görünür. Səhifəni yenilədim. Salam dünya yazısı qarşıma çıxdı. Artıq bir PHP kodunu işə salmış oldum. Bundan əlavə bu kodun başqa bir cür görünüşünə də baxa bilərik. Hətta biz istəyirsinizsə məntiqini daha yaxşı başa düşmək üçün gəldim qovluğumu açmaq üçün PHP dərsləri faylına girdim və bunu bir not uygulaması ilə açmaq istəyirəm. Hətta bundan yox, digəri ilə açaq. Çünki bu telefonda da istifadə olunan not uygulamasıdır. Qarışıq ola bilər. Gördüyünüz kimi burada da kod yazmaq mümkündür. O kod burada belə görünür. Ancaq VS Code bizim üçün asanlıqlar verir ki, bu da faylların idarəsi ilə bağlı olan asanlıqlardır. Deməli, biz proqramlamada PHP kodunda diqqət eləməli olduğumuz şey, kod yuxarıdan aşağı oxunur, sətr-sətr oxunur. Hər sətirdən sonrakı sətrə keçilir. Bəzi hallar istisna olmaqla və hər sətrin sonunda gördüyünüz bu nöqtə vergül işarəsi qoyulmaq məcburiyyətindədir. Olmasa xəta ilə qarşılaşa bilirik. Onun üçün də bunu unutmamağımız lazımdır. Bu formada ilk kodumuzu yazdıq və bundan sonraki dərsdə biz artıq dəyişənlərin qeydi, dəyişənlərin tipləri ilə bağlı keçəcəyik.